Bəli, biz davam edirik növbəti mövzu və qonaqla az öncə də bir balaca açıqlama verdi. İndi isə geniş şəkildə təqdim etmək istəyirəm sizə. Belə ki, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin AGEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi mövzusunda beynəlxalq konfrans keçirildi. Bakıda və Naxçıvandan olan nümayəndə heyəti, qadınlardan ibarət nümayəndə heyəti həmin konfransda iştirak etdi və bir sıra məsələlər həmin konfransın əsas mövzuları idi. Konfransın davamı olaraq AGEM Qadınlar Şurasının yaradılması və ilk iclasının keçirilməsi haqqında da məlumatımız var. Hətta iclasda üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatın rəsmi tətbiqinə başlanıldığı da bildirilib və o konferansın ən önəmli detalları Naxçıvandan olan nümayəndə heyətinin iştirak etməsi və əhəmiyyəti haqqında qonağımız suallarımızı cavablandıracaq. Bəli, bir sözlə qadın sahibkarlığının inkişafı və bu sahədə atılan addımlardan danışacağıq. Studiyamızın qonağı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının Ailə, Qadın Problemləri və Gender Məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva. Sabahınız xeyir olsun. Xoş gəldiniz. Çox sağ olun, xoş gəldik. Və siz də həmin konferansda iştirak etmişsiniz. İlk olaraq həmin konferansın keçirilməsini eşitdiyiniz zaman, artıq gedib həmin bir konferansa iştirak edəcəyiniz zaman bir qadın olaraq, çalışan bir qadın olaraq nə düşündünüz, nə hiss etdiniz? İlk olaraq komitə tərəfindən mənim ora seçildiyim üçün çox sevindim. Yəni özümü çox şad hiss elədim ki, belə bir beynəlxalq konferansda iştirak edirdim. Mənim üçün ilk dəfə idi ki, belə bir beynəlxalq konferansda iştirak edirdim. Həmçinin mənlə bərabər bizim Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə xanım Seyidova və Naxçıvandan olan digər nümayəndələr iştirak edirdi. Hər birimiz üçün, yəni həm öz adımdan, həm digər düşünürəm ki, nümayəndələr adından da deyə bilərəm ki, hər birimiz üçün çox məhsuldar, çox gözəl, möhtəşəm bir tədbir idi. Genel konferansın əsas diqqət çəkən məqamlarından danışaq. Belə deyim, AGEM məkanında davamlı inkişaf naminə qadınlar səslərinin gücləndirilməsi adlı beynəlxalq konferansı Azərbaycan, yəni doğma Bakımız ev sahibliyi, həm də sədrlik edirdi. Azərbaycan Respublikasının sədrliyi çərçivəsində keçirilən tədbirdə qadınlarla bağlı, qadınların bütün sahələrdə fəaliyyətinin gücləndirilməsi, gender bərabərliyi, əsasən xüsusən yəni qadınlarla kişilərin bərabərliyi sahəsində hər iki fərdin eyni sferada, eyni hüquqlara malik olması, eyni formada təmsil olunması, qadın sahibkarlığının inkişaf etdirilməsi, bunun yəni mexanizmlərinin daha da gücləndirilməsi kimi məsələlərə daha çox toxunuldu. Tədbirimizin dəyərli qonaqları var idi. Həmçinin tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva özü də iştirak edirdi. O da bu tədbiri yüksək qiymətləndirdi. Qeyd etdiyimiz sahələrə, qadın sahibkarlığı ilə bağlı, gender bərabərliyi ilə bağlı sahələrə toxundu, öz dəyərli fikirlərini söylədi və Qadınlar Şurasının yaradılmasının çox vacib və mühüm bir məqam olduğunu qeyd etdi. Tədbirdə həmçinin Bahar xanım Muradova, AGEM-in baş katibi Qayrat Sarıbay, BMT-nin baş katibinin müavini, o isə video müraciət vasitəsilə tədbirə qoşuldu, hər biri öz fikirlərini qeyd etdilər. Real vəziyyət necədir Zərnigar xanım? Hazırda bu qadın sahibkarlığı sahəsində real vəziyyəti dəyərləndirək. Qadın sahibkarlığı yəni sahəsində real vəziyyət belə deyim, yəni əvvəlki illərlə müqayisədə xeyli şəkildə artım müşahidə olunur. Bugün bizim qadınlarımız kişilərlə bərabər sahibkarlıq sahəsində, kiçik və orta bizneslərin qurulması sahəsində öz sözlərini artıq deyə bilirlər, özləri öz fəaliyyətlərini qura bilirlər. Bununla bağlı biz istər Azərbaycanda, istərsə də Muxtar Respublikada xeyli işlər görürük. Qadınların sahibkarlıqla bağlı fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı onlara qrant layihələr, yəni belə desək, pullar ayrılır. Həmçinin onlara layihələr, təlimlər həyata keçirilir ki, öz bizneslərini hansı qaydada qursunlar, hansı qaydada idarə etsinlər. Bununla bağlı bizim komitə tərəfindən də bir neçə yəni belə layihələr olub, qrant layihələr ki, bizim yəni yetərli sayda bu gün xanımlarımız o işlə məşğuldular. Onlara Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvanda isə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə qrant layihələri ayrılıb. Həmin xanımlarımız bugün öz bizneslərini qurublar, öz ailələrinə həm maddi cəhətdən dəstək ola bilirlər, həm özləri, yəni belə desək, sahibkarlıqla məşğul olurlar, işləyirlər, qazanclarını qazanırlar və
hər bir sahədə düşünürəm ki, xanımlar üçün bu çox böyük bir, yəni uğur sayılır ki, bəzi xanımlarımız var ki, işə gedə bilmir və ya ailə yükü, uşaqlar balacadır, evdən çıxa bilmir. O evdə otura-otura bu işi qurur, sahibkarlıqla məşğul olur və evdən qazanc əldə edir. Əslində ən yaxşı elə bu təlimlərin, startap layihələrin, qrant layihələrin və digər dövlət dəstəkli sosial yönümlü layihələr var ki, onların elə nəinki şəhərdə, ən əsası kənd və rayonlarda, dağlıq kənd və rayonlarda yaşayan bəzi qadınlarımız da var ki, ailə təsərrüfatı ilə qadın sahibkarlıq inkişafında bu layihələrdən istifadə edərək öz güclərini, potensiallarını ortaya qoyaraq yüksək nəticələrə imza atmağı bacarırlar. Və qaldı ki, Bakıda beynəlxalq bir konferansın keçirilməsi və AGM Qadınlar Şurasının yaradılması və ilk iclasının keçirilməsi, oradakı dəyərli insanların məhz qadın sahibkarlığının, qadın liderliyin ön planda tutulmasıyla bağlı fikirlər səsləndiriblər. Bu səsləndirilən fikirlər böyük ehtimal ki, nəticə olaraq artıq praktik olaraq öz həllini tapacaq deyə düşünürük və ilk şura yaradıldı, düzdürmü Qadınlar Şurası və ilk iclasın keçirilməsi. Hansı məsələlər gündəmdə idi və bu şuranın yaradılmasının əhəmiyyəti nə idi sizcə? Belə deyim, bu şuranın yaradılmasının əhəmiyyəti mənə görə, yəni qadınlarımız nəinki yerli səviyyədə, həmçinin beynəlxalq səviyyədə artıq yəni öz sözlərini deyə biləcəklər, belə iclaslar vasitəsilə öz səslərini daha geniş sferalara çatdıra biləcəklər. Şuranın ilk iclası keçirildi, bəli, və yekunda isə tövsiyə sənədi qəbul olundu həmin iclas çərçivəsində və daha çox orada qadın sahibkarlığı ilə bağlı, gender bərabərliyinin təşviqi ilə bağlı, həmçinin qadınlarla kişilərin hüquq bərabərliyi ilə bağlı, bu iqlim dəyişikliyi ilə bağlı, qadınların süni intellektlə bağlı, bu sahələrdə də inkişafı ilə bağlı fikirlər səsləndirildi və düzdür, artıq bu işlər həyata keçirilir, amma beynəlxalq təcrübəyə əsaslanaraq, daha yeni fikirlər əldə edərək bu işlərin daha da təkmilləşdirilməsi ilə bağlı bir sıra məqsədlər önə sürüldü. Necə düşünürsünüz? Baxın, orada qeyd etdiniz, başqa ölkələr, türk dövlətlərindən də nümayəndələr var idi, yəni görüntülü şəkildə bağlantılar yaradıldı, fikirlərini bildirdilər. Bax, bu beynəlxalq əməkdaşlıq bu sahənin inkişafına necə təsir göstərəcək, hansı effekti verəcək? Əlbəttə ki, məncə düşünürəm, yəni çox yaxşı təsir göstərəcək, çünki əlavə fikirlər, yəni inkişaf etmiş dövlətlər, onların təcrübələri düşünürəm ki, bizim xanımlarımız, bizim gördüyümüz iş üçün də daha yaxşı nəticələr verəcək ki, biz əlavə beynəlxalq təcrübəni də artıq tətbiq edəcəyik, bununla tanış olacaq, fikir mübadiləsi aparacaq. Düzdür, orada AGM Baş katibi Qayrat Sarabay qeyd etdi ki, öz çıxışı müddətində ki, yəni Asiya dövlətlərində qadınların inkişafı, qadın sahibkarlığı ilə bağlı, yəni istədiyimiz hələ ki həddə çatmayıb, o səviyyədə deyil, lakin bunu, yəni o istədiyimiz həddə çatdırmaq üçün, tam belə desək, o gender bərabərliyini tam əldə etmək üçün biz işləri daha da gücləndiririk, daha da artırırıq. Yəni, düşünürəm ki, bu qarşılıqlı əməkdaşlıq həm bizlər üçün, həm onlar üçün daha yaxşı töhfələr verəcək. Əlbəttə, bir məqsəd var, Sənan, üzürlü say, bir istənilən bir məqam var, ora çatmaq üçün qeyd etdiniz, hələ ki biz o istəyimizə nail ola bilməmişik, deyilmi? Yəni, o konferansda da bu fikirlər açıqlandı. Bəli, bəs buna mane olan stereotiplər nələrdir? Ailə və cəmiyyət təsiridirmi? Bu stereotip hələ də qalırmı, yoxsa aradan qaldırılırmı? Belə deyim. Nədir təsirlər, hansı təsirlərdir? Hətta mən buna əlavə edeyim, sözünüzə balla müdaxilə edirəm. Deməli, 2026-cı ildə yaşayırıq, çox müasir dövrdür. Bütün dünyada çox gözəl örnəkləri var ki, qadınlar ictimai, siyasi, iqtisadi, sosial, mədəni sahələrdə öz sözlərini demiş olurlar, görüntüləri də görürük hal-hazırda. Ümumiyyətlə, sizcə, sizin fikrinizcə, belə bir qurumda çalışan bir əməkdaş olaraq, bir qadın olaraq, ictimai, siyasi, sosial həyatlarda aktiv olan bir qadın olaraq, sizcə nə düşünürsünüz? Aysun da bunu zaten vurğuladı da, sizin fikrinizcə problemlər nədən ibarətdir ki, belə bir şuraya ehtiyac duyuruq, belə bir konferansın keçirilməsi bugün gündəmdə olur. Ümid edirik ki, yaxın zamanda qadınların ictimai həyatda yox, insanların daha, necə deyək, liderlik bacarıqlarını artıq cinsiyyətdən